Ümumvətəndaş pasportunun dəyişdirilməsi xidməti ilə bağlı istənilən Asan Xidmət Mərkəzinə müraciət oluna bilər. Xidmətlə bağlı tələb olunan sənədlər: vətəndaşın şəxsiyyət vəsiqəsi, 18-30 yaş hədlərində kişi cinsli vətəndaşların hərbi bilet və ya möhlət hüququna dair qeyd olmaqla ilkin hərbi qeydiyyatla bağlı vəsiqəsi. Əgər mövcud ümumvətəndaş pasportu dəyişdirilirsə, əvvəlki ümumvətəndaş pasportu müraciət zamanı təqdim olunmalıdır. Ümumvətəndaş pasportlarının verilməsi və ya dəyişdirilməsi zamanı fotoşəkil mərkəz daxilində xüsusi aparatla ödənişsiz olaraq çəkilir. Ümumvətəndaş pasportunun əldə edilməsinə görə 18 yaşına çatmış olan vətəndaşın sənədi 10 iş günü müddətinə hazırlanırsa 60 manat, 5 iş günü müddətinə hazırlanırsa 120 manat, 1 iş günü müddətinə hazırlanırsa 210 manat dövlət rüsumu ödənilir. Mövcud ümumvətəndaş pasportu korlanıbsa və ya itibsə, yeni sənəd 10 iş günü müddətinə hazırlandıqda 75 manat, 5 iş günü müddətinə hazırlandıqda 135 manat, 1 iş günü müddətinə hazırlanarsa 220 manat dövlət rüsumu ödənilir. Ümumvətəndaş pasportu 18 yaşına çatmış şəxslər üçün 10 illik müddətə verilir.